Sərin su var. Ümumiyyətlə, dünyanın heç bir içkisi, nə qədər tanıdığınız içkilər var da, nə qədər var, heç bir içki dadına görə, nə bilim, hər şeyinə görə suya çatan bir içki yoxdur da. Mən həqiqətən fikrimdən çıxmışdı ki, səndə burada surə sudur. İçirəm suyu, o fikirlə yox. Sada içirdim ki, aynı düz daxtı sudur. Yəni, heç bilmirdim ki, özümkidir. İnsan deyəndə ki, sudan danışmışkən, mən başqa şirkət, başa düşdüm ki, mənim suyum da kalsın, söhbət belə. Ancaq bu söhbəti danışmamışıq, mən namida deməmişim. Suya toxundum deyə oradan deyirəm, surə suyu alandan sonra, onun dadını tamandan sonra digər ofisdə oturan şirkət nümayəndələri, şirkət rəhbərləri soruşdu bizdən ki, bu suyu hardan alırsınız? Və bütün demək olar ki, ofislərin girişində, mətbəxlərimizdə, bütün mərtəbələrdə hamısı suyun... Allah razı olsun. Bax, tam səmimi bu barədə heç danışmamışdıq. Yəni, su içəndə də... Çox möhtəşəm dadı var və aparatları da əladır. Filtrlərdən də çox dadlı su çıxır, çox qəşəng. Allah razı olsun. Yəni, mən buna deməmişəm, həqiqətən hörmətini də eləməmişəm, heç bu niyyətlə danışmamışıq.